Salam, xoş gördük sizləri. Bu gün sizlərlə Avropanın və Asiyanın relyefinə baxacağıq. Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən bir qitədir. Avropa regionu iki hissədən ibarətdir. Şərqi Avropa və Qərbi Avropa olmaqla iki hissədən təşkil olunur. Qərbi Avropa özü də üç yerə bölünür. Şimali Avropa, Mərkəzi Avropa və Cənubi Avropa. Deməli iki hissəyə bölündü. Qərbi və Şərqi Avropaya. Qərbi Avropada özü üç hissəyə bölündü. Şimali, Mərkəzi və Cənubi Avropaya. Avropanın ən hündür zirvələri daha doğrusu ən ucqar nöqtələri şimalda Nordkin burnu, Norveçin ərazisində, Skandinaviya yarımadasında. Cənubda Marokko burnu və yaxud da Mərakeş burnu deyirik. Pireneyn yarımadasının ərazisində ölkə İspaniya. Qərbdə ucqar nöqtəmiz Roka burnu, Pireneyn yarımadası, ölkə Portuqaliyanın ərazisi. Şərqdə ucqar nöqtəmiz Ural dağlarının şərq ətəkləri, ölkə Rusiyanın ərazisinə düşür. Bu bizim Şimali Avropanın e, daha doğrusu Avropanın ucqar nöqtələri ilə bağlı məlumat idi. Daha sonra bunların hissələrinə baxaq. Şimali Avropanın relyefindən danışaq birinci növbədə. Şimali Avropa fiziki baxımdan təşkil olunur nələrdən? İslandiya adasından, Norveç, İsveç, Finlandiya, yəni Skandinaviya yarımadasından. Daha sonra Baltikyanı ölkələr var burada. Latviya, Litva, Estoniya. Sonra Jutlandiya yarımadasında Danimarka. Fiziki baxımdan daxildir Şimali Avropa regionuna. Şimali Avropanın əsasən relyefi dağlıq relyefdir. Burada Skandinaviya dağları yerləşir. Qədim dağlar da ən hündür zirvəsi Qalxöpiken dağıdır. 2469 metr hündürlüyə malikdir. Bundan başqa İslandiya adasında fəaliyyətdə olan vulkan var. İslandiya adası da Divergen zonada yerləşən ən böyük vulkan mənşəli adamızdır. Burada yerləşən Hekla, Eyjafjallajökull, Bardarbunga kimi fəaliyyətdə olan vulkanlarımız mövcuddur. Şimali Avropa 4-cü dövr buzlaşmasının təsirinə məruz qalıb. Buna görə də burada buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları Moren təpələri, Moren tirələri, daha sonra Turaq dərələrindən rast gəlmək mümkündür. Norveçin ərazisində fjord var. Fjord nədir? Fjord tipli sahillərə deyirlər. Dərin və ensiz körfəzlərdir bu fjordlar. Daha sonra Moren tirəsi Finlandiyanın ərazisində verilib. Salpasalkaya Moren tirəsi buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formalarına aiddir. Daha sonra keçdik ikinci hissəmizə, Mərkəzi Avropa relyefinə baxaq. Əsasən e, Mərkəzi Avropanın relyefi əsasən düzənliklərdən təşkil olunmuşdur. Burada Almaniya, Polşa ovalığı yerləşir. Mərkəzi Avropanın Atlantik sahili hissəsi qurunun tektonik əyilməsinə məruz qalır ki, bunun nəticəsində də su basmalar baş verir sahildə. Əhali də bu su basmaların qarşısını almaq üçün okean dibini qurudaraq quru ərazisinə çevirirlər ki, bu ərazilər də adlanır polderlər. Misal üçün Niderlandın ərazisində polderi nümunə göstərə bilərik. Bundan başqa Orta Avropanın relyefinə aiddir Alp dağları, Karpat dağları buna nümunə göstərə bilərik. Göstəri formada uzananlara. Alp dağlarının da ən hündür zirvəsi, deməli, Mont Blanc zirvəsi də 4807 metr hündürlüyə malikdir. Bundan başqa Alp dağlarında İsveçrənin ərazisində Matterhorn piki zirvəsi də yerləşir. Alp dağlarına məxsus bir zirvədir. Və burada Kros şəhəri yerləşir ki, həmin hissədən görünür. Matterhorn piki zirvəsi. Alp dağlarında. Ümumiyyətlə Alp dağlarında yerləşən Avstriyadır, İsveçrədir, Fransa kimi ölkələr Alp dağlarından dağ turizmi məqsədindən geniş istifadə edirlər və yüksək miqdarda gəlir əldə edirlər bu sahə üzrə. Daha sonra Cənubi Avropanın relyefinə baxaq. Cənubi Avropanın relyefi əsasən Aralıq dənizinin şimal hissələrini əhatə edir Cənubi Avropa. Pireneyn, Appenin və Balkan yarımadlarına, Pireneyn yarımadası, Appenin yarımadası və Balkan yarımadalarından təşkil olmuşdur və bu yarımadalarda əsas hissəsi dağlardan ibarətdir. Pireneyn dağları, Əndəlüs dağları, Appenin dağları, Dinar dağları və Balkan dağlarından təşkil olunmuşdur. Relyefi dağlıqdır. Burada Balkan yarımadasında deməli, Kars platosu var, mövcuddur. Kars platosu yumşaq əhəngdaşı çuxurların yuyulması ilə əlaqədar yaranan platodur və bununla əlaqədar Kars mağaraları da mövcuddur. Balkan yarımadası Sloveniyanın ərazisində Postoy mağarası var ki, Avropada ən uzun 20 kilometr uzunluğa malikdir. Ən uzun Kars mağarasıdır. Sloveniyanın ərazisində yerləşir. Daha sonra ümumi şəkildə e, bir də Şərqi Avropanın relyefinə baxaq. Şərqi Avropa əsasən düzənliklərdən təşkil olunmuşdur. Şərqi Avropa düzənliyi Ural dağlarına qədər olan hissəni əhatə edir. Burada əsasən Rusiyadır, Ukraynadır, Belarusiyadır, Belarusiya kimi ölkələr yerləşir. Və əsas sənaye şəhərləri Sankt-Peterburgdur, Moskvadır, Kiyev kimi şəhərlər yerləşir. Aşağı hissəsində cavan dağ olan Qafqaz dağları və Krım dağları yerləşir. Şərqi Avropanın ümumilikdə relyefi isə düzənlik relyef forması götürürük. İndi ümumi şəkildə baxaq bunların ərazilərinə. Şimali Avropada dediyi qədim Skandinaviya dağlarıdır.
Böyük Britaniyanın arasında qədim dağlar Grampian dağları var. Cənubi Avropada Alp dağları, Karpat dağları göz formada uzanıb cavan dağlardır. Daha doğrusu Mərkəzi Avropada. Cənubi Avropada Prini, Əndəlüs dağları, Appenin yarımadasında Appenin dağı, Balkan yarımadasında paralel istiqamətində Balkan dağlarıdır. Meridian istiqamətində uzanırsa Dinar dağlarıdır. Və bunlar da Cənubi Avropanın sizin dağlar relief forması olduğuna nümunədir. Daha sonra Şərqi Avropa düzənliyi Ural dağlarına qədər davam edir. Aşağı hissəsində Krım və Qafqaz dağları yerləşir. Bunları göstərə bilərik. Və Avropanın düzənliklərinə baxsaq, Şərqi Avropada Şərqi Avropa düzənliyidir. Mərkəzi Avropada Almaniya, Polşa ovalığını, Orta Dunay ovalığını, Aşağı Dunay ovalığını göstərə bilərik. Cənubi Avropada Meseta yaylası geosignalda yerləşir. Padon ovalığı geosignalda yerləşən ərazilərdəndir. Daha sonra keçdik burada faydalı qazıntılarına baxaq. Faydalı qazıntılarına görə neft və təbii qaz ehtiyatları neft və təbii qaz ehtiyatları İngiltərə, deməli, İngiltərədə, Norveçdə, Niderlandda, Danimarkada neft və təbii qaz ehtiyatlarına malikdir. Boksit ehtiyatına görə Fransa və Macarıstan fərqlənir. Dəmir filizi Ukraynada Krivoy Rog yatağı var. Orada çıxarılır. Daş kömür ehtiyatı Ukraynada Donetsk, Kuzbaks, Polşada Silezya yataqlarından çıxarılır. Yanar şisti Estoniya yanar şist ehtiyatlarına malikdir. Bunlar bizim Avropanın relyefi oldu. Keçdik Asiyanın relyefinə. Asiya, deməli, Asiya, Avrasiya qitəsinin şərq hissəsi, Avrasiya materikinin şərq hissəsini əhatə eləyir. Fiziki baxımdan, deməli, 6 hissədən ibarətdir. Şimali Asiya, Mərkəzi Asiya, Cənub-Qərbi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya və Şərqi Asiyadan təşkil olunmuşdur. Ucqar nöqtələri şimalda Çenyonski burnu, Taymır yarımadasının ərazisində ölkə Rusiya, şərq ucqar nöqtəsi Dejinyo burnu, Dejinye burnu, Çukot yarımadası, ölkə Rusiya, cənub ucqar nöqtəsi Piyay burnu, Malakka yarımadasının ərazisində ölkə Malazya, qərb ucqar nöqtəsi isə Baba burnudur, ölkə Türkiyə, yarımada Kiçik Asiya yarımadasının ərazisində yerləşir. Birinci növbədə gəlin Şimali Asiyanın relyefinə baxaq. Şimali Asiya əsasən deməli, Qərbi Sibir düzənliyi və Orta Sibir yaylalarından təşkil olunmuşdur. Buzlaqların təsirinə məruz qalıb bu düzənliklərin şimal hissəsi, Orta Sibir yaylasının şərq hissəsində Verxoyansk, Çers, Xota-Alen kimi dağlar yerləşir ki, bunların da hündürlüyü 2500 kilometrdən çox deyil. Buna görə də deyirik ki, Qərbi Sibir düzənliyinə nisbətən Orta Sibir yaylasının hündürlüyü daha çoxdur və şimal hissəsi buzlaqların fəaliyyətinə məruz qalıb. Daha sonra Mərkəzi Asiya relyefi əsasən hündür dağlardan təşkil olunub. Burada deməli dağlara Pamir dağları yerləşir, Tian Şan dağları yerləşir. Daha sonra Himalay, Kunlun, bu dağlar Mərkəzi Asiyanın relyefini təşkil edirlər və bunların hündürlükləri əsasən zirvələrin hündürlükləri əsasən 7000 metrdən yüksəkdə yerləşir. Bundan başqa onların arasında Tibet yaylası yerləşir, geosignalda yerləşir. Deməli Turfan çökəkliyi yerləşir, Talim hövzəsi yerləşir. Bu Mərkəzi Asiyanın relyef formalarına daxildir. Əsasən hündür dağlar və düzənliklərdən, yəni səhra relyef formalarından təşkil olunmuşdur. Daha sonra Cənub-Qərbi Asiyanın relyefi gəlir. Cənub-Qərbi Asiya əsasən Kiçik Asiya yarımadası və Ərəbistan yarımadasını təşkil edir. Burada Kiçik Asiya yarımadasında Türkiyənin ərazisində Pont, şimalda Pont, cənubda Tavr dağları var. İran ərazisində Zagroş və Elbrus dağları var. İran yaylası yerləşir. İran yaylası yerləşir. Sonra burada Əfqanistanla Pakistan sərhəddində Hindukuş dağları yerləşir. Cənub-Qərbi Asiyada Ərəbistan yarımadasının əsas relyef forması səhralardan təşkil olunduğuna görə səhralar da küləyin fəaliyyətinə məruz qalır. Ona görə deyək ki, Ərəbistan yarımadası əsasən eol relyef formalarından təşkil olunmuşdur. Daha sonra Cənubi Asiya əsasən bir də onu deyək ki, Ərəbistan yarımadası əvvəllər Afrikaya bitişik olmuşdu. Sonradan tektonik qırılma nəticəsində Afrikadan ayrılmış, onun arasında Qırmızı dəniz hövzəsi yaranmışdı. Hazırda Qırmızı dəniz hövzəsi Ərəbistanla Afrika sahillərini daha da uzaqlaşdırır. Yəni Qırmızı dənizin sahəsi getdikcə genişlənir. Daha sonra Cənubi Asiyanın relyefi, Cənubi Asiya əsasən Hindistan platforması üzərində yerləşir ki, bu platforma da əvvəllər Hind-Avstraliya platformasının tərkibinə daxil olub, Gondvana qurusunun tərkib hissəsi olmuşdu. Sonradan tektonik qırılma nəticəsində ayrılıb Lavrasiya qurusuna gəlib birləşmişdi. Cənubi Asiyanın əsas relyefinə burada mərkəzində Dekan yaylası yerləşir ki, burada da filiz mənşəli faydalı qazıntılar, dəmir filizi, daş kömürü, qrafit kimi mineral ehtiyatlarla zəngindir bura.
Deodasiya mənşəli düzənlikdir Dekan yayləsi özü də. Və burada Himalay dağları Himalay dağları vasitəsilə mərkəzi və şərqi Asiyadan ayrılır. Himalay dağları Nepal, Çin və Hindistan sərhədində 2500 kilometr məsafədə uzanır və onları bir-birindən ayırır. Sonra burada Himalay dağlarında həmçinin dünyanın ən hündür zirvəsi Nepalın ərazisində Comolongma zirvəsi 8848 metr hündürlüyə malikdir. Sonra gəlir Şərqi Asiyanın relyefi. Şərqi Asiyanın relyefi əsasən düzənliklərdən təşkil olunmuşdur. Burada qədim platforma üzərində yerləşən böyük Çin düzənliyi var. Yuxarı hissəsində böyük və kiçik Xinqan dağları yerləşir. Qədim dağlar hesab olunur. Böyük Çin düzənliyi Yansız və Xuanxə çaylarının arasında yerləşən düzənlikdir. Daha sonra və bu hissə əsasən Sakit Okeanla Avrasiya litosfer talasının toqquşma zonasına uyğun gəldiyinə görə fəal vulkanizm prosesləri müşahidə olunur. Burada subduksiya prosesinin nəticəsində yaranan yapon odalarını nümunə göstərə bilərik. Daha sonra gəldik deməli Cənub-Şərqi Asiyanın relyefinə. Cənub-Şərqi Asiyada subduksiya zonasında yerləşir. Sakit Okean təbəsinin Avrasiya təbəqəsinin toqquşması zonasıdır. Bu zonanın da relyefində əsasən dağlar meridian istiqamətdə uzanır. Burada aşağı hissədə bir dənə düzənliyimiz var. Mekong düzənliyidir. Mekong çayının sahilində yerləşir. Fəaliyyətdə olan vulkanlarımız var. Krakatoa dünyanın ən səsli vulkanıdır. Kerinci, Semeru kimi fəaliyyətdə olan vulkanlarımız var. Filippin adasında deməli Apo vulkanımız var. Apo. Aso isə Yaponiyada idi. Aso. Və Filippin adasında şimal hissəsində isə Pinatubo vulkanımız var. Cənub-Şərqi Asiyaya aid olan vulkandır. Daha sonra ucqar nöqtələri dedik. Gəlin bunları da relyef formalarını yerlərinə baxaq bir də. Asiyada, deməli, Ural dağları Avropada Asiya sərhədində yerləşir. Sonra Kiçik Asiya yarımadasında Pont və Tavr dağları, şimalda Pont, cənubda Tavr, İran ərazisində Elbrus və Zagros dağları, Əfqanistan və Pakistan sərhədində Hindukuş dağlarını göstərə bilərik. Sonra Türkmənistan sərhədində Kopet dağı, Tian Şan, Altay, Sayan, Qırşıq Faylı dağları idi. e, Yenidən faallaşmış dağlardır. Yəni sonra cavan dağlardan Mərkəzi Avropaya olan Pamir dağlarını, Kunlun dağlarını, Himalay dağlarını göstərə bilərik. Himalay dağları ilə Kunlun dağlarının arasında Tibet yaylası yerləşir ki, geosignalda yerləşən yaylalardır. Şimali Asiyada Orta Sibir yaylasından şərqdə Verxoyan, Çesk, Suxota-Alen kimi mezzo yaşlı dağlarımız yerləşir. Şərqi Asiyada Böyük Xinqan dağları, Kiçik Xinqan dağları relyefini təşkil edir. Bir də burada qeyd var. Pamir dağlarının ən hündür zirvəsi 2 dənə yerdədir. Bir Çində deyirik Konqur zirvəsi 7719 metr və Tacikistan ərazisində Səməni Piki zirvəsi 7495 metr hündürlüyə malikdir və bu zirvə də əvvəllər Kommunizm Piki adlanıb. Daha sonra Asiya düzənliklərinə baxaq. Şimali Asiyada Qərbi Sibir düzənliyi və Orta Sibir yaylası ki, dedik ki, buzaqların fəaliyyətinə məruz qalıb. Mərkəzi Asiyada Turan ovalıdır, Təhləbəkən səhrasıdır, Tibet yaylasıdır, Qobi səhrasını nümunə göstərə bilərik. Cənub-Qərbi Asiyadan Anadolu yaylasıdır, Türkiyə ərazisindəki Kiçik Asiya yarımadasıdır, Mesopotamiya ovalıqdır, Dəcilə və Fərat çaylarının arasında, Ərəbistan yarımadasında Böyük Nəfud, Kiçik Nəfud səhraları, Rübəl Xali səhrasıdır. Sonra İran ərazisində İran yaylasını nümunə göstərə bilərik. Cənubi Asiyada Dekan yaylasını göstərə bilərik. Burada Hindqan qovalığını, Şərqi Asiyada Böyük Çin düzənliyini nümunə göstərə bilərik. Asiyanın relyefinə. Daha sonra bu şəklə baxaq. Bu şəkildə Afrika və Ərəbistan litosfer tavalarının sürətləri verilir. Fikir versəz Ərəbistan litosfer tavası daha böyük sürətlə aralanır. Buna görə də deyirik ki, qırmızı dənizin sahəsi getdikcə genişlənir. Və Ərəbistan platforması da əvvəllər Afrikaya bitişik olub, sonradan tektonik qırılma nəticəsində ondan ayrılmışdı. Sonra burada Yak və Tibet öküzü təsvir olunur ki, bu əsasən vətəni Tibetdir və bundan əsasən kənd təsərrüfatında istifadə edirlər. Həm qoşqu kimi, həm onun ətindən, südündən də istifadə olunur. Yunundan da parça və geyim hazırlanır. Tibet öküzü adlanır. Bunlar Şerp xalqlarıdır. Şerp xalqları Himalay dağlarında, xüsusən də Nepal ərazisində yüksək dağda yaşayan xalqlardır. Bunlar Himalay dağlarına qalxan turistlərin yükləri daşıması ilə məşğul olurlar. Sonra Filippin adalarında şimalda Luzon adasında Pinatubo vulkanı yerləşir ki, o püskürməsi haqqında məlumat verilir ki, 1991-ci ildə güclü şəkildə püskürmə baş verilmişdir. Bu da bizim Asiyanın relyefi idi. Bugünkü dərsimiz bu qədər.